Salam, hörmətli izləyicilər, xoş gördük hər birinizi. Bugün mən sizə dəyişən cərəyan qanunlarının mövzu sınağını izah edəcəyim. Birinci sualımızdan başlayarıq. Uyğunluğu mənilin yalnız kondensator olan dövrədə gərginlik rəqslərinin tezliyi azalanda hansı fizik qiyməti necə dəyişəcəkdir? Baxırıq ki, bu bizim dəyişən cərəyanda burada kondensator verildi. İndi isə verilən variantlara uyğun baxıram. A variantı deyir kondensatorun elektrik tutumu, yəni C-ni deyir də tutum. A variantdan deməli baxıram. C nədən asılıdır? Bilirik ki, epsilon 0 vurulsun S bölünsün D. Amma mənə deyir buradan tezliyi azal. Tezlik də newdur. Yəni bu düsturun içində tezlik yoxdur. Deməli, onda buradan kondensator elektrik tutumu dəyişməyəcək. Onda A variantı gedəcək dəyişməzlər sırasına. Sonra B variantına baxıram. Cərəyan işlətinin amplitud qiyməti. Cərəyan işlətimizin amplitud qiyməti IM-dir. Onda biz yazırıq ki, Ohm qanunumuza görə UM bölünsün artıq R yox. Bax, bura nədir? Hörü kondensator. R-in yerine tutum müqaviməti yazacağım. Onda olacaq XS. XS-in də açılışı 1 bölünsün omega C-dir. Onda 1 bölü omega C-dən omega C qalxacaq yuxarı. Və buradan da omeganın da yerinə tezliyi ilə əlaqədir. Omeganın yerinə 2 pi nu yazaram. Ön hissədə bir dənə burada C var. İndi deyir ki, tezliyi azal. Tezliyi azaldığında görürsən ki, cərəyan işlətinin amplitud qiyməti nə olacaq? O da azalacaq. Çünki tezlik cərəyan işlətimizin amplitud qiyməti düz asılıdır. Deməli, bu B variantı azalan sırasına getdi. Bu gəldi bura. Sonra C variantına baxın. Tutum müqavimətimizə. Tutum müqavimət XS-dir. Bir XS-in açılışı 1 bölünsün omega C-dir. İndi omega yəni tezliklə əlaqədar olaraq düsturunu açıram. Omega yerinə yazıram 1 bölünsün 2 pi nu. Burada da bir dənə C var. Yine baxıram. Əgər burada tezliyi azalırsa, rəqsin tezliyi demək ki, XS tutum müqaviməti artacaqdır. Bax, onlar tərs asılıdır. Onda tutum müqaviməti artan sıraya gedəcəkdir. Yəni C variantı artana gedəcək. D variantı cərəyan rəqslərinin periodu D variantı. Deməli, period bilir ki, tezliyin tərs asılıdır. 1 bölünsün newdur. Əgər tezliyi azalırsa, onda bunun periodu artacaqdır. Period da artan sıraya getdi. Burada D getdi. 7 isə cərəyanın şiddətinin rəqsləri ilə gərginlik rəqslər arasındakı fazlar fərqi elə dəyişməyəcəkdir. Bax, kondensator da cərəyan şiddəti gərginliyi pi bölü 2 qədər qabaqlayır. Biz onu bilirik də, cərəyan şiddəti gərginliyi pi bölü 2 qədər qabaqlayır. Yəni, onun nə fərqi var ki, tezliyi buradan istəyirsən azalt, istəyirsən artır da, dəyişmir ki. Ona görə bu Y variantı dəyişmə sırasına getdi və 1-ə uyğun gəldi C-dir, 2-də yalnız B-dir, 3-də isə A-dən ibarət olacaqdır. Daha sonra baxıram buradan. İkinci şərtimizin verilmiş kondensatorun tutum müqaviməti dəyişən cərəyan tezliyinin asılı qrafiki hansıdır? İndi bilirik ki, tutum müqavimətimiz XS-dir. XS-in açılışı 1 bölünsün omega C-dir. Və omeganın açılışı 2 pi nu-dur. Bunu tezliklə əlaqələndirik də, bu da olacaqdır 2 pi nu. Biz burada nə görürük? Görürük ki, tutum müqavimətimiz XS nu ilə tərs asılıdır. Tərs asılığımızdan qrafiki 2-də D variantı olacaqdır. Üçüncü sual. Dəyişən cərəyan tezliyində nə deyir burada? İnduktiv müqavimətin sərraşı induktivdən asılı hansıdır? Aha. İndi isə induktiv müqavimət soruşur. İnduktiv müqavimət XL-dir. Bir XL-in də açılışı omega L-dən ibarətdir. Və bir omeganın da açılışına ehtiyac yoxdur. İnduktivlə baxıram, görürəm ki, XL induktivindən düz asılıdır. Onda bu düz asılılığımızın qrafiki 3-də C variantına gedəcəkdir. Dördüncü sual. Verilmiş sərraçdan keçirilən dəyişən cərəyanın tezliyini 4 dəfə artıranda onun induktiv müqaviməti necə dəyişəcəkdir? Bax, deyir ki, tezliyi 4 dəfə artır. İndi baxalım ki, induktiv müqavimətin necə olur? İnduktiv müqavimət XL-dir. Omega L-dən ibarətdir. Yenə yazıram. Bir omeganın açışı 2 pi nu-dur. Yəni, orada bizə tezliyi görülür. Son üçün omeganın açışını tezliklə yazırım. 2 pi nu L və salam. Buradan da görürük ki, bizim induktiv müqavimətimiz tezliklə düz asılıdır. Yəni, bunu nə qədər artırsan, sənin XL-in o qədər dəfə artacaq. 4 dəfə artırdı. Demək ki, induktiv müqavimət 4 dəfə də artacaq və 4-cü sual A variantına gedəcəkdir. 5-ci sual. Sabit tezlikli dəyişən cərəyan dövrəsinə qoşulmuş sərraçın induktivini 4 dəfə azaldanda cərəyan işlətinin amplitud qiyməti necə dəyişəcək və gərginlik də sabitdir. Fikir versən bu sözə, tezlik sabit tezlikli. Yəni, bax, sənin tezliyin sabitdir və bu da deməkdir ki, sənin düsturunda tezlik iştirak edəcək. Sonra gərginliyin də sabitdir. Deməli, sənin gərginliyin də bu düsturun içində öz əksini tapmalıdır. Digər yana cərəyan işlətimizin amplitud qiyməti necə dəyişəcəkdir? Cərəyan işlətimizin amplitud soruşursa, Ohm qanunumuza görə UM bölünsün R-dir. Amma bizə burada nə dedi? Sarğaç dedi. Sarğacın mən artıq müqavimət yazacağım. Aktiv müqavimət deyərsə R-dir. Sarğac müqavimət deyərsə XL-dir. Tutum müqavimət deyərsə XS-dir. Sarğac dediyinə görə XL yazacağım və R-in yerinə artıq XL yerləşdirəcəm. Digər yanında XL-in də yerinə nə yazmaq olur? Omega L yazacağım. Omega L.
Vsyo, gel Amerika'da yerine 2 pin yazacağım. Daxı dedi, tezliyin sabitdir. 2 pin yox. İndi baxıram, sabit olan hərflər düsturda mütləq olmalıdır. Bax, gərginlik sabit, tezlik sabit. Deməli, bu düstur doğru seçmişik biz. İndi isə buradan baxırsa ki, cərəyan şərtinin amplitudu qiyməti induktivli tərs asıdır. İndi induktivliyimizi 4 dəfə azaldıramsa, deməli, cərəyan şərtimiz amplitudu qiyməti 4 dəfə artacaq. Çünki tərs asıdır. Axı, demək ki, 5-ci sual getdi Y variantına. 6-cı sual. İnduktivliyi el olan sarğacın müqavimətinin və tezliyindən asılı qrafili ifadələrin hansında alfa bucağı tankesinə bərabərdir. Tankes alfanı tapanda bucağın qarşısındakı kateti bucağa bitişik olan kateti bilirəm. Bax, bu mənim alfamdır. Bucağın qarşısındakı katet bax, bu olan hissədir. Bu hissəni tapmağım üçün mən bu x-ili bura tam paralel şəkildə köçürdürəm və bu x-ili bura yazıram. Bura x-ildir. Digər yandan da bu üfüqi xəttir. Bax, bucağa bitişik katet də budur. Buranı da köçürdürəm, bu da nüdür. Deməli, tangens alfa tapanda gəl belə tərif edək. Deyir ki, bucağın qarşısındakı katet, yəni x-ili böləsən bucağa bitişik katet, yəni nüyə. Başqa sözlə sadəliyosunda belə deyirəm. Şaquli xətti, üfüqi xətti bilirsən və salam. İndi yazıram. X-ilin yerinə omega L yazıram, bölünsün nüdür. Bir omeganın da yerinə 2 pi nü yazaram. Onda omeganın yerinə yazsam 2 pi nü. Nü ilə nüyü ixtisar gedəcək. Son ifadəmiz bu şəkildə qalacaq. Tangens alfa bərabər olacaqdır. 2 pi L-dən ibarətdir. 2 pi L-də 6-da A variantına gedəcəkdir. 7-ci sual. Dəyişənin cərəyan dövrəsinə qoşulmuş aktiv müqavimətdən keçən cərəyan şərtinin zamanın asılı qrafiyidir. Ani gücün zamanın asılı qrafiyini tapın. Bax, aktiv müqavimət gördünsə, bilməlisən ki, sənin həm cərəyan şərtin, həm də gərginliyin, bunlar x-i eyni qalandan dəyişəcəklər. Yəni, sinususa sinus, kosinusda kosinus. Digər yandan da güc də onlar kimi eyni olacaqdır. Güc sadəcə, bax, fikir verir, ya i kvadrat r-dir, ya da güc i kvadrat bölünsün r-dir deyə. Bunlar həmişə kvadratda olurlar deyə. Bu da sinus qanuna görə dəyişir. Sinus da sinus, kosinus da kosinus, sinus qanuna görə dəyişir. Amma güc kvadratdır deyə, o heç vaxt mənfiyə düşmür. Yəni, ona görə bunun qrafiki, bax, burada olacaqdır. Bir də yazı saxlayın ki, aktiv müqavimətdə güc, istilik miqdarı var. Amma induktiv müqavimət və sarğaçda, yəni induktiv sarğaç, kondensator tutan müqavimətdə orada güc olmur. Yəni, həmçinin istilik miqdarı da olacaq. Yəni, 7-də getdi bir variantına. 8-ci sual. Hansı qrafikdə rəqs konturu məxsus rəqslərin tezliyinin asılı qrafiki verilmişdir? Bax, indi rəqs konturu deyir. Deməli, konturdakı tezliyin induktivlə əlaqələndirirsə, onda baxırıq. Deməli, bizim buna uyğun düsturumuz hansıdır? Yazıram ki, sarğaç deyirdə daha doğrusu sarğaçdır. Sarğaç isə x-ildir. X-il də bərabər omega l-dir. Omeganın da yerinə 2 pi nü yazıram və l. İndi oradan nü tapmalıyam. Nü tapanda nü bərabər olacaqdır. X-il bölünsün 2 pi l-dən ibarətdir. Buradan da görürük ki, tezlik sarğaçdan, yəni induktivlilə tərs asıdır. Tərs asılımızdan qrafiki 8-də B variantı olacaqdır. 9-cu sual. Transformatın ikinci dolağındakı sarğıların sayını dəyişməlidir. Ondan sonra transformasiya əmsilini 2 dəfə kiçildəndə nə etmək lazımdır? Baxaq, biz bilirik ki, transformatörün transformasiya əmsalı nədir? K bərabərdir. N1 bölünsün N2-dir. Bax, deyir ki, N2-ni dəyişmək. N2 nədir? İkinci dolaqlardakı sarğıların sayı. Yəni, N2-ni sabit saxla. Amma ki, transformasiya əmsalını kiçil. Transformasiya əmsalda K-dır. Deyir, bunu 2 dəfə kiçil. Gör, nə olacaqdır? Bax, bundan işin yoxdur. N2 ilə sənin işin yoxdur. Bu N2 sabitdir. Öz yerində. Bunu buradan bir çərçivə alaq. Bundan işin yoxdur. Amma transformasiya əmsalını K-nı 2 dəfə kiçildəndə burada nə baş verdi? K N1-dən düz asıdır. Onda deməli, bu da 2 dəfə azalmalıdır. Çünki düz asıdır axı. Deməli, N1 sarğılarının sayını 2 dəfə azaltması. Yəni, birinci dolaqdakı sarğıların sayını 2 dəfə azaltmalısan. Bu da hansı cavabdır? 9-da oldu D variantı. 10-cu sualımıza baxaq. Dəyişən cərəyan dövrəsində işlisiz sarğacın induktiv müqaviməti x-ldir. Sarğacın maqnit nüfuzunu 8 olan işlik daxil edəndə induktiv müqavimət necə dəyişir? Bax, ilk öncə bu nöqtəyə qədər mavi olan hissəyə bax. İndi deyir ki, işlisiz sarğacın induktiv müqaviməti. Bax, induktiv müqavimətinin düsturunu yazıram. X-l bərabərdir omega l-dir. Bu birinci vəziyyətimizdə, bura qədər birinci vəziyyəti, yaşıl durum isə sənin ikinci durumudur. X-l sarğacımızda omega durur yerində, ondan işim yoxdur və biz digər yandan bilirik ki, l nədir? Mu l sıfırdan ibarətdir.
İşlisiz savaştığında bu el sıfırdır. Yani deyir ki bunun yerinde, elin yerinde bir tane el sıfırım var bu şəkildə. Və bunu deyir ancaq mən x ilə əvəz elətdirmişəm bu durumu. İndi isə elə olanda deyir ki, bəs yaxşı bu birinci durumdur deyir. Bəs yaxşı ikinci duruma görə bir dənə bura maqnit nüfuzluğu 800 olan işlik daxil etdikdə. Yəni nə deməkdir? Maqnit nüfuzluğunu 800-ə əvəz elətdirmişəm. Yəni bu maqnit nüfuzluğun 800-ə bərabərdir. Daxil etmək, yəni 800 çoxdur da, yəni daxil olunubdur. 800 maqnit nüfuzluğu daxil olunubdur. Deyir, bəs buna uyğun sənin maqnit nüfuzluğunun induktiv müqaviməti nəyə bərabərdir? Burada yazıram, xl bərabər omega L-dir və bu digər yana, bax, L-in yerinə mu L0 yazıram. Artıq burada maqnit nüfuzundan söhbət getdi. XL-in yerinə mu L0 yazıram. Bu da belə. İndi biz daha burada nə görürük? Bax, bu isə diqqətlə fikir ver. Birinci vəziyyətin omega L0-ı x-nin əvəz edib. İndi bura bax, omega L0-ı mən nənə əvəz edəcəm? Bax, bu yaşıl hissəni də x ilə əvəz edəcəm. Bax, buranın yerinə xl qoydum. Bir dənə də öndə burada nə var? Görürük ki, bax, burada da bir dənə mu var. Mu'nun da, bax, mu x'dir elə bir bu ifadə. Amma mu'nu da 800 ilə əvəz ediblər. Onda bu da oldu 800 xl və getdi 10-cu sual Y variantına. 11-ci sualımız. İnduktivliyi 0.1 Henry Sarraçın dəyişən cərəyan dövrəsi induktiv müqavimət 30 ohmdur. Cərəyan şiddətinin rəqslərinin tezliyi hesabla və cavabı hırslə əvəz et ki, nədən ibarətdir? Verilənlərimiz üzərində qeyd edək. İnduktivlik var. İnduktiv müqaviməsi xl-dir. Tezliyi də tapda. Bilirik ki, hansı düstur buradan istifadə edirik? xl bərabərdir. Omega L-dir. Omega'nın da yerinə 2 pi nu L yazıram. Oradan da nu-nu çıxardanda nu da bərabər olacaq. xl bölünsün 2 pi L'dən ibarətdir. XL induktiv müqavimətimiz 30. 2 pi də 3'dür. L'dəki 0'ın da 1 veribdir. İndi bunu sadələşdir. 30'u 6'ya böl. Bax, bu 2'ni 3'ə vurduq 6. 30'u 6'ya böləndə 5. 5'i də 0'ın da 1'ə böləndə bu da elədi 50 Hz və 10-cu sual olacaqdır C variantı. 12-ci sualımıza baxaq. Sabit tezlikli dəyişən cərəyan dövrəsinə qoşulmuş kondensatorun elektrik tutumunu 3 dəfə artıranda cərəyan şiddətinin amplitud qiyməti necə dəyişmiş olacaqdır? İndi yaxşı bir dənə də verilənləri bunun üzərində qeyd edək. Bax, cərəyan şiddətinin kondensator elektrik tutumunu 3 dəfə artıranda elektrik tutumu bilirik ki C-dir. Demir, ha, kondensatorun tutum müqaviməti demir. Sadəcə elektrik tutumudur. Yəni sadəcə C-ni deyir ki, bunu deyir 3 dəfə artır. Bunu da belə yazıram. 3 dəfə sadəcə bu artırsam, indi və cərəyan şiddətinin amplitude qiyməti deyə necə olacaqdır? İndi cərəyan şiddətimizin amplitude qiyməti IN bərabərdir. Dəqiq, bu neydi? Buradan düşdüm. IN bərabərdir. UN bölünsün R-dir. Amma yenə deyirəm, burada R yaza bilmirəm. Çünki söhbət kondensatordan gedir. R-in yerinə artıq XS qoyacağım. Və 1 XS-in də açılışı 1 böl omega C-dir. Onda omega C qalxacaq yuxarı olur bu ifadə bu şəkildə. Və salam. İndi isə biz burada nə görürük? Cərəyan şiddətimizin amplitude qiyməti tutum ilə düz asılıdır. Onda bunu 3 dəfə artıranda cərəyan şiddətimizin də amplitude qiyməti gəlib 3 dəfə artacaq. Yəni 12-ci sual olacaqdır A variantı. İndi isə baxaq 13-cü sualımıza. 13-cü sualda transformasiya əmsalı 3 olan borcuna işləyən transformatorun birinci dolabdakı gərginlik zamanın asılı qrafiki bu şəkildə, onun ikinci dolabdakı gərginlik zamanın asılı hansı ifadə təyin olunmuş olacaqdır? Yaxşı, biz bilirik ki, transformatorun transformasiya əmsalı nədən ibarətdir? Qoyun bunu biraz bu tərəfə çəkək, yer olsun. Deməli, transformatorun transformasiya əmsalı nədir? K bərabərdir, U1 bölünsün U2-dən ibarətdir. Bizə buradan nə görürük? Bax, birinci buradakı UM1-i verilibdir, yəni amplitude qiyməti verilibdir, 150-dirsə. Onda da bu birinci varsa da nə var ki, burada ikincini tapmağa, ikincini tapıramsa, onda U2 ilə bu yerlərin dəşi U2 bərabər olacaq, U1 bölünsün K-dan ibarətdir. U1 burada amplitudu nə qədərdir? 150-dir. K isə transformasiya əmsalıdır. Onu da 3 veribdir. Bunun da yerinə 3 yazdım. 150-ni də 3-ə böl. Eləsin 50 volt. Yəni, indi harada ki, sən bu amplitudun 50-dirsə, cavabın budur. Bax, ikinci A variantda 150, C-də 400, bax, 150. Bir dənə, bax, Y variantda uyğun gəldi mi buna? Bu hissələrin başını bıraq. Buraların işin yoxdur sən. Ancaq sən amplitudda fokuslan. O da gəldi ki, 13-də Y variantı olacaqdır. 14-cü sual.
Q açarını bir vəziyyətdən iki vəziyyətinə gətirə bilmədik. Görək nə olacaqdır? İki vəziyyətinə gətirəndə dəyişən cərəyan dövrəsinə qoşulmuş ampermetrin göstərişi necə dəyişəcək? İlk öncəki vəziyyətim 1-dir, sonra ikinci vəziyyətə gətirim. Bax, birinci vəziyyətimiz budur. İndi yazıram. Birinci vəziyyətimizə görə deyək ki, birinə müsbət, birinə mənfi fərqi yoxdur. Hardan gələr gəlsin cərəyan, nədir? Qoymutlar bizi yerləşdirir. Cərəyan gəlsə müsbətdən, buradan cərəyan əlbəttə keçəcək. 2-dən keçə bilməyəcək. Ora boşdur, axı orada şunur qırıqdır. Alt hissədən keçir. Birinci açardan keçdi və bir dənə fikir və bir sarğaçdan keçdi, getdi. İndi bunu yerləşdiririk burada. Birinci vəziyyətinə görə bu ancaq bir el sarğaçdan keçdi, getdi. İndi isə ikinci vəziyyətimizə görə baxıram. İkinci vəziyyətdə artıq buradan H-ını ikinci nöqtəyə birləşdirəcəm. Bax, bura birləşdirdim. Onda bir vəziyyətimiz bizim də burada şu açıq olacaqdır. İndi yenə cərəyan götürək burada müsbət ilə belə özümüzdən istədiyimizi götürək, onsuz da eyni nəticə olacaq. Buradan cərəyan gələcək. Burada məlum cərəyan keçə bilməz. Axı orada şunur yoxdur. Ora qırıqdır. İndi 2-dən keçib, bax bu 2 el sarğaçdan keçdi, getdi, bu şəkildə geri qayıtmış oldu. İndi bax bu durumda bunun induktivliyi isə gəldi oldu 2 eldən ibarətdir. İndi isə bizə cərəyan şiddətimiz necə dəyişdiyini soruşur. Qoşulmuş ampermetrin necə dəyişdiyini soruşur. Onda mən də buna uyğun ortaq düstur yazıram. 10 qanunumuza görə cərəyan şiddətimiz U bölünsün R-dir. İndi görürük burada nə var? Bizə nə verir? Sarğaçdır da. Sarğaça görə artıq bizdə tutum müqavimət yazıram. R yox, XL yazıram. Və XL-in də açılışı bir omega L-dən ibarətdir. Bunun yerinə bir omega L yazıram. Buradan da görürsən ki, cərəyan şiddətin L-lə, yəni induktivliklə, yəni başqa sözlə sarğaçla pulsunu tərsasıdır. Və digər yandan da bilirik ki, dəyişən hansı hərfi soruşursa soruşsun, onun ikinci son halını birinci hala bölməsi. Görürsən ki, tərsasıdır. Onda L1-in L2-yə nisbəti olacaqdır. L1 induktivliyin L-dir, L2 də 2 L-dir. Yerinə qoy yaz. L1 L, L2 də 2 L-dir. Bunlar ixtisar olundu, qaldı 2-də 1. 2-də 1 odur ki, bu məxrəşdədir. Deməli, bu bir dəfə azalacaq. Məxrəşdədirsə azalar, sürətli olarsa artır. Yəni 14A variantına getdi. 15-ci sual. 15-ci sualda sarğaçdakı cərəyan şiddətinin eyninin zamandan asılı qrafiki verilir. Sarğaçdakı gərginliyin zamandan asılı qrafiki hansıdır? Söhbət əgər sarğaçdan gedirsə, onda gərginlik cərəyan şiddətini pi bölü 2 qədər qabaqlamış olacaqdır. Pi bölü 2 nə deməkdir? Bir daha buradan bir çevrə çəkərək, indi yaman gündə bir çevrə çəkdim. Əsas odur bunu təsvir edəkdə. Çevrəmiz bilir ki, bütöv 360 dərəcədən ibarətdir. Amma pi bölü 2 bunun hansı hissəsinə düşür? Bir dənə gəlin bunu bir gözümüzlə təsvir etməyə çalışır. Pi bölü 2 nədir? Pi 180 dərəcədir. Bölü 2 də 90 dərəcə elədir. Onda bax, bu çevrəmizin 90 dərəcədə sayıldır. Amma bax, buradan bura qədər də bu 90 dərəcə oldu. Və indi sənin bu hissənə bax, pi bölü 2-dir də belə. İndi bu aralıq sənin pi bölü 2 qədərdir. Yəni, biz deyirik ki, burada sarğaçda söhbət gedirsə, gərginlik cərəyan şiddətini pi bölü 2 qədər qabaqlayır. Bu nə deməkdir? Elədir ki, bir adam budur. Bax, bu deyək ki, sarğaçdır, gərginlikdir. Bu da budur. Bu da cərəyan şiddətidir. Belə götürək də adam kimi təsvir edir. Bu ondan 2 addım öndədir. Yəni, indi burada pi bölü 2 gedir. Yəni, bu ondan öndədir. Onda bu o deməkdir ki, pi bölü 2 nə qədərdir? Bax, bir çevrənin, bir dənə rənglə göstərib, bax, bu qədər edir. Bir çevrənin 4də 1-i sayılır. Deməli, sənin gərginliyin i-dən bu qədər qabaqda imiş və o zaman bu hansı gəlir nöqtəyə düşür? Bax, bura fikir ver, bura düşür də, bu qədər öndədir. Gərginliyin bundan bu qədər öndə. Hardan çıxdı? Bu yuxarıdan sinusdan çıxmış oldu və bu da 15-də olacaqdır C variantı. Əgər desəydi ki, bu şərtə görə əgər də tutaq ki, kondensatordan söhbət geçsəydi, kondensator da cərəyan şiddəti gərginlikdən pi bölü 2 qədər öndə olubdu. Pi bölü 2 qədər öndə olubdu. Onda bu o deməkdir ki, bunun geridə qalan hissəsi gərginliyin payına düşübdür. Yəni, gərginlik artıq bundan geridə olubdur. Onda gərginliyin qrafiki alt hissədən başlamış olacaqdır. Mənfi sinusdan düşəcəkdir. Yəni, indi həmişə fikir verin ki, hansından öndə olur. Sarğaçda cərəyan gərginlik cərəyandan pi bölü 2 qədər öndə olur. Kondensatorda isə cərəyan gərginlikdən pi bölü 2 qədər öndə olur. Amma aktiv müqavimət kefdədir. Orada heç kimin öndə deyil. Orada hər ikisi eyni gedirlər. Yəni, sinusda sinus, kosinusda kosinus olacaqdır. 16-cı sual. Sarğaçdakı cərəyan şiddətinin eyniyinin zamandan asılı qrafiki verilir. Sarğaçın induktiv müqaviməti, induktiv müqavimət deyirsə XL-dir. Amma sadəcə induktiv deyirsə o L-dir. İndi isə deyir induktivlik tap. L də sualdır. Onda biz sarğaca görə induktiv müqavimətimizin düsturunu yazırıq. XL bərabərdir omega L-dir. Digər yandan da biz neyini verik? Omeganın yerinə 2 pi bölünsün periyod yazaram, bir də vursun L-dir. Və bir yandan da biz bilirik ki, belə harmonik rəqslərdə bunlar nə cür şəkildə tapılırdı?
e, periyodumuzu tapa bilərdik. Bir tam çevrə kimi tapa bilərdik. Bir tam dövrə sərf olunan zaman deyildi mi periyod? İndi burada fikir ver, bir dənə çevrə əmələ gəlməlidir. Bu yarım çevrə, bu da yarım çevrənin bir tərəfi. Burada tam çevrə tamamlandı mı? Başqa sözlə biz ona 4 addım dedik. 1 addım, 2 addım, 3 addım və 4 addım. Sənin periyodun gəldi, bax bu 4 nöqtəsinə düşdü. Deməli periyodun sənin 4-dür. İndi hesabatına apar. 2 vurulsun P-nin qiyməti 3-dür. İnduktivliyin qiyməti hə, bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. Bunu bizdən başqa şey soruşdu, eli soruşdu. Yəni, sən bax, bu ifadən x-elə bərabərdir. Buradan x-el yazsın. X-eldən sonra da səndən induktivliyi soruşur. Yəni, el sadəcə soruşulur. Onda belə olduğu halda elde bərabər olacaqdır. Gəlin bu hissələri silin. Biraz qarışıq görünməsin. Hə, x-elimizi tapıram. X-el də bərabər olacaqdır. Daha doğrusu x-el yox, eli tapıram. Elimizi induktiv bərabərdir. X-el vurulsun t-yə bölünsün 2pi-yə. İndi verilənləri yerinə qoyaq. İnduktiv müqavimətin yerində x-el 12-dir. Periyodu necə dedik 4-dür. 2 pi-də 3-dür. 2-ni 3-ə vurdun 6, 12-ni də 6-ya vurdun 2, 2-ni də 4-ə vurdun. Elədə 8 millihenri. Və çünki burada da bunu nə ilə vermişdi bizə? Hə, milli saniyə ilə verib də burada deyil zaman millidir. Ona görə o da millilə düşdü. 16 olub D variantı. Nəsə 17-ci sualımıza baxaq. 7-ci sual. Kondensatorlar qoşulmuş dəyişən cərəyan dövrlərində cərəyan hissəsinin amplitude qiymətinin dəyişən cərəyan dövrü tezən asılı qrafiki verilir. Diaqramın müxtəlif nöqtələrine uyğun kondensator tutumları arasında hansı münasibət doğru və gərginlik də sabitdir. Deməli, bu fiziki kəmiyyətlər bizə verir. Əsas olan sabit hərfə fikir verib və bir də tapılan fiziki kəmiyyətə uyğun düstur seçməliyik. Belə. Neyse baxaq bizə ortaq düsturumuz. Biz bilirik ki, cərəyan şərtimiz ohm qanuna görə I bərabər U bölünsün R deyir. Amma amplitude deyəndə ayaqlarına bir M-lər atıram belə. Amma burada söhbət kondensatordan gedirsə, artıq R-in yerinə XS qoyacaq. Yəni kondensatora tutum müqaviməti XS yazır. Digər yandan da bir XS-in açılışı 1 böl omega S-dir. Oradan da omega S qalxacaq yuxarı belə. İndi tutumu tapıram. Tutum isə bərabərdir. IM bölünsün OM omegadan ibarətdir. Və buradan da biz görürük ki, tutum omega ilə tərs asılıdır. Amma tutum cərəyan şərti düz asılıdır. İndi bizə nə lazımdır? Biz ilk öncə belə baxırıq. Bax, bir üç nöqtəsinə fokuslanın. Bir üç nöqtəsində, bax, bu düz nöqtələrində həmişə kənarda olmayan hərfin bu sabit olduğunu bilir. Yəni, bu S1 ilə S3 bir-birinə bərabərdir. Bunu yazıq bir kənara. S1 S3-ə bərabərdir. Ondan buradan digər variantlara silirəm, qalıram B ilə D variant arasında. İndi isə baxaq biz buradan nə? Tutaq ki, deyək ki, tutumun biz kiçik olan qiymətini tapırıqsa və biz görürük ki, tutum burada cərəyan şərti düz asılıdır. Onda tutumun kiçik olmaq üçün cərəyan şərtindən kiçik olacaq. Amma tutum omega ilə düz tərs, daha doğrusu tutum cərəyan şərtindən düz asılıdır. Ona görə ikisi də azalacaq. Tutaq ki, də azalan seçsin. Amma tutum omega ilə tərs asılır. Onda omegamız bizim artmış olacaq. İndi baxıram. Buradan biz görürük ki, bilirik ki, cərəyan şiddətimiz sıfırdan uzaqdırsa böyük, sıfıra yaxın perpendikular xətt çəkəndə burada cərəyan şiddətimiz kiçik olacaqdır. Amma omegamıza fikir verirsə, omegamız hansı xəttədir? Üfüqi xəttədir. Gəlin bu hissəni silək, çox belə qarışıq görünməsin. Omega üfüqi xəttədir. Omeganın böyük olmağını istəyirsənsə, sıfırdan uzaq perpendikular xətt göndərəsən. Omeganın kiçik olmağını istəyirsənsə, sıfıra yaxın perpendikular xətt göndərəsən. Amma mən də omegamızın böyük olanı seçirəm belə. Və biz nə görürük? Bunların kəşmə nöqtəsi gəlib hara düşəcəkdir? Bax, bura düşəcəkdir. Yəni, 2 nöqtəsinə fikir versin. 2 nöqtəsində sənin tutum müqavimətin ən kiçik olacaq. Onda S1, S3-ə bərabər, onlardan kiçik olacaq və sualın cavabı 17-də D variantına gələcək. Yəni, orada həmişə tapanda kəsişmə nöqtələrinin baxısında, bax, görsün 2 nöqtəsində bunlar kəsişlər bizim bayaq tapdığımız vəziyyət kimi. Oldu 17-ci sualımızın cavabı D variantı. İndi isə 18-ci sualımız. Sarıqaşları cərəyan şiddətimiz bu qanuna görə dəyişir. Sarıqaşın qoşulmuş voltmetrin göstərişi 100 volt olanda sarıqaşın induktiv müqaviməti nəyə gəlib bərabər olmuş olacaqdır? Yaxşı. Biz ohm qanunumuza görə bilirik ki, IM bərabərdir, UM bölünsün XL-dən ibarətdir. Bunu yazdıq bir kənara. Amma sənə burada fikir ver, voltmetrin göstərişi 100 voltdur. Demir, ha, amplitude qiyməti. Elə sadəcə sənin buradakı gərginliyin 100 volt olaraq verilibdir. Amma belə olanda biz yazırıq bu qanunumuza görə I bərabərdir IM. Sinus omega t'dir. Burada nə görürsən? Görürsən ki, burada IM-in yerinə nə durur? IM-in yerində 2 kökdə 2 durur. Bunu bir kənara yazdım. 2 kökdə 2. Omeganın yerində göstərib. Düzdür, bu bizə nəqin ki, lazım olmayacaqdır. Yox, lazım olacaq belə də ki, omegamız 100-dür.
Salam, indi beləlik, gəlin bizə nə lazımdır? X-il. Bizdən induktivlik soruşurdu, el sualdır. İnduktivlik soruşursa, deməli el sualdır. İnduktiv müqaməti isə X-il olardı, amma məndən induktivlik soruşur, el soruşur. Deməli, onu da elədirsə, gətirirsən X-ilin yerinə omega el qoyursan, buradan qoy omega elini belə və eli tap, eli soruşur. Ellə im yerlərini dəyişəcəkdir. Bunun da yerinə yazıram bu tərəfdən el, im də düşəcək bura və salam. İndi bizə nə lazımdır? Bax, cərəyan şiddətin amplitud qiyməti var, amma OM-in amplitud qiyməti yoxdur. O zaman biz necə bilirdik ki, onu tapmaq lazım. Amplitud qiyməti gərginliyin təsirləyici qiyməti bərabərdir. Daha doğrusu o bərabərdir. UM bölünsün kökdə 2. Yəni gərginliyin təsirləyici qiyməti U-dur. Yəni gərginliyin ani qiymətidir. Amplitud qiymətinin kökdə 2 dəfə kiçik olacaqdır və mənə buradan UM lazımdır. Mən UM-i tapıram. Onda olacaq U kökdə 2. U-muz 100-dür. O da kökdə 2 oldu. 100 kökdə 2. Çünki həmişə fikir ver. Əgər indeksində UM-dirsə, gərginliyin də cərəyan şərtimizdə indeksində IM olacaq. Yəni eyni indeks. Birində U, birində IM ola bilməz. Hər ikisinin indeksləri eyni olmalıdır. Bu belə. İndi isə bizim gərginliyimizin maksimum qiyməti hazırdır. UM-in yerinə 100 kökdə 2 yazıram. Omegamız da 100-dür. Cərəyan şərtimizin amplitud qiyməti 2 kökdə 2-dir. Bunun da yerini 2 kökdə 2 yazdım və eyni olan hərfləri, rəqəmləri yazıram. 100 ilə 100 getdi. Kökdə 2 ilə kökdə 2 getdi. Son ifadə 1 bölünsün 2-dir. 1-i də 2-yə böləndə bu da 0,5 Henry olacaqdır. 18-ci sualımızın cavabı oldu 0,5. Bu açıq sualdır, variantsızdır. İndi 19-a baxaq. 19-cu sualımızda bu hissəmizi silək. Burada dəyişən cərəyan generatorunda maqnit selin, yəni filin zamandan asılı qrafikləri verilmişdir. Hansı nöqtəyə uyğun anda generatorun çərçivəsində YHQ 0 olmuş olacaqdır. Deməli, biz bilirik ki, YHQ ilə maqnit seli bir-birlərinin əksi olacaqdır. Və həmişə deməli, burada maqnit seli YHQ-dən fi bölü 2 qədər öndə olmuş olacaqdır. İndi isə baxırıq. Bizim burada əgərlərim maqnit selimiz maksimum qiymətləri təpə nöqtələri və çökük nöqtələrdirsə, deməli, bax, həmişə istənilən bir fiziki qiymətin təpə nöqtələri onların və yaxud da çökük nöqtələri onların həmişə maksimum olan hissələridir. Amma ki, digər yandan YHQ onun həmişə gəlib əksi olmuş olacaqdır. İndi belə olduğu halda fi dedi ki, maqnit selimiz YHQ-ni pi bölü 2 qədər qabaqlayır. Yəni, həmişə fi maqnit selini pi bölü 2 qədər qabaqlayır. İndi bu nə deməkdir? Bunlar deməli, maqnit selin sənin 2 və 5 nöqtəsində maksimumdursa, deməli, induksiya YHQ isə həmin 2 və 5-də minimum olacaq. Minimumda nədir? 0 olmağı deməkdir. Deməli, induksiya YHQ-si 2 və 5-də gəlib 0 olacaqlar. İndi belə baxıram, bax, bu hissəyə baxıram. Maqnit selin harda sənin 0-dır. İstənilən bir hərif tez zaman oxun, kəsəndə onların 0-dır. Deməli, maqnit selin, yəni fi isə 4 ilə 6-da gəlib minimum olacaqlar. Bunlar 4 və 6-da minimum olanda, onda sənin induksiya YHQ onun əksidir. Deməli, o 4 ilə 6-da gəlib maksimum qiymətini alacaqlar. Amma bizə minimum dedirsə, gəldi bu 2 və 5-ə düşəcəkdir. 20-ci sualımıza əsasən, baxaq ki, burada nə deyir bizə? Uyğunluğu müəyyən edəcəm. Dəyişən cərəyan dövrəsindən qoşulmuş sarğıçdan keçən cərəyan şiddətinin amplitudunu təyin edə ki, bu nəyə bərabər olmuş olacaq? Bir də şərtlərə tanış olaq. Cərəyan şiddətimizin amplitudu yaxşı. İndi bu birinci şəkildir. Birinci şəklimizə görə baxıram və amplitud i-ni soruşur da, yəni i-im daha doğrusu. Onun qarımızı yazıram. U-m bölünsün artıq. Mən bura yenə deyirəm, r yazmıram. Çünki hamısı sarğaçdır. Sarğaçlardırsa artırsan, bu müqamətin yerinə x-il yazacaqsan. X-il. Digər yandan da x-ilin də yerinə omega il yazacaqsan. Çünki bunlar ellərdir də, induktivlər belə. Gəlin belə eləyək. Bu birinci şəkildirsə, bura L1 yazıram. L1 2 ildir. İkinci şəkil isə L2 ildir. Üçüncü şəklə görə də L3 də 3 ildir. İndi yazıram. X-ilin də yerinə omega elimizi qoyarım. Omega el və salam. İndi birinci şəkildə sən nə görürsən? Sən omegan harda yerləşir? Bax, bu hissədə yerləşir. Sonra ikinci şəkildə sənin omegan 3 omegadır. İndi bir-bir bax, belə-belə yerlərinə qoyacaq. İndi baxaq hələ biz birinci şəklimizə. Və birinci şəkildə görürük ki, bizim elimiz, yəni sarğacımızdakı olan induktivlik 2 ildir. Deməli, bu ifadəni yerinə gətirib 2 il qoyacaqsan.
Bu vurulsun 2 edirsə 2 keçəcək önə. Sonra omega nədir burada? 1 omegadır. Sənin birinci cərəyan şərtin bu ifadəni ibarətdir və salam. İndi düşürsün ikinci şəkli yazırsan. M də bərabər yenə əsas düsturumuz budur da UM bölünsün omega ildir. Burada görürsən ki, sənin sərhaşın elə sadəcə bir ildən ibarətdir. Amma omeganın 3 omegadır. Omeganın önünə bir 3 attım. İndi belə, indi isə üçüncü şəklimizə əsasən bunun omqanı tapaq. İndi isə bu şəklə görə isə üçüncü cərəyan şiddətimiz nədən ibarətdir? Burada sən nə görürsən? Görürsən ki, sənin buradakı düsturumuzu bir köçürdə UM bölünsün omega L'dir də belə. Aha, omega nə qədərdir? Bax, omega burada da, omega 2 omegadır. İnduktivlinə bax, nədir? Bu 3 L'dir. Onda 3'ü də vuracam önə, 2 vur 3, bu da gəldi, oldu 6. Oldu bu ifadə. Amma buraya bir dənə diqqət et elə. Hamısında sənin UM-lərin eynidir. Ona görə bax, bu UM-lər elə olduğu kimi qaldı. Yəni, gərginliyin maksimum qiyməti dəyişmədi. İndi baxaq görək, birinci şəklimizə nə getdi? Birinci şəklimizdə IM bərabərdir U bölü 2. Aha, indi bunu görək, bu hansına uyğun gələcəkdir? U bölü 2 omega. Hə, demək, buradan yazıram ki, birinci vəziyyətimizdə bura getdi B variantı. İkinci vəziyyətimizdə U bölünsün 3 omega L idi. Onda bu Rusiyaya gedəcəkdir. Üçüncü vəziyyətimizdə 6 omega L idi. Burada D variant getdi. 1B, 2C və 3D'dən ibarət olacaqdır. Sağ olun, Allah amanında.